Sual verirlər ki, ümrə və həcc ziyarətlərində olarkən bütün ayinləri yerinə yetirdikdən sonra, yəni ehramdan çıxdıqdan sonra Kəbənin önünə gəlib dua etmək, namaz qılmaq olarmı? Və sualda bildirirlər ki, ümumiyyətlə həcc və ya ümrə ziyarətində Kəbənin ətrafına yalnız kişilərdən söhbət gedir. Yəni ehramda olan kişiləri buraxırlar. Yəni ümrə və ya həcc təvafı edənləri buraxırlar. Ümrə və həcc təvafını etdikdən sonra isə adi günlərdə Kəbənin ətrafında tavaf etmək və yaxud namaz qılmaq, dua etmək üçün ehramda olmayan kişiləri buraxmırlar. Qadınlar isə qadınların ehramı ilə öz paltarları olduğu üçün, yəni qadınları buraxırlar. Birinci sual verirlər ki, belə etməkləri doğrudurmu? İkincisi də Kəbənin yanında dua etmək üçün ehrama girib, ehram geyinib girmək olarmı içəriyə? Cavab belədir ki, əvvəla bunu qeyd edim ki, Məkkə məscidi, yəni Haram məscidinin işçilərinin belə bir qayda qoymaları, yəni Kəbənin ətrafına yalnız ehramda olanları buraxmaqları, bu əslində ümrə edənlərin mənafeləyi üçün qoyulan bir qaydadır. Və bu həqiqətən də ümrə etmək istəyənlərin işini çox rahatlaşdırır. Yəni təsəvvür edin ki, əgər ora hamını buraxsaydılar, o halda ümrə etmək istəyənlər çətinlik çəkərdi. Və belə bir qayda qoymaq sözsüz ki, bunun məqsədi budur. O ki qaldı ümrəni bitirdikdən sonra, yəni ehramdan çıxdıqdan sonra gedib orada dua etmək məsələsinə, Kəbənin ətrafına buraxmasalar da, Kəbənin ətrafı olmasa da, yəni birinci mərtəbə, ikinci və üçüncü mərtəbələrə buraxırlar. Adi paltarda təvaf da etmək olur, dua da etmək olur, namaz da qılmaq olur. Ona görə də ehramdan çıxdıqdan sonra Kəbənin təvaf etmək istəyən və yaxud Kəbənin yanında dua etmək istəyən birinci mərtəbə, ikinci və üçüncü mərtəbələrdə edə bilər. Çünki lap Kəbənin yanına düşsə də, onsuz da təvaf ona orada namaz qılmağa imkan verməyəcək. Təvaf edənlər ona imkan verməyəcək ki, Kəbənin yanında namaz qılsın və ya yansın dua etsin. O onsuz da kənara çəkilməlidir. Və belə olan halda fərqi yoxdur. Yəni Kəbənin ətrafı olmasın, birinci mərtəbə olsun, ikinci və ya üçüncü mərtəbələrdə bu rahat bu ibadətləri yerinə yetirə bilər.